yerləşir. TikTokda səhifəsi var. Bu onun sertifikatlarıdır. Bunlar bir adi sertifikat. Yəni yəqin bundan 5 divar da var. Demək qardaşımız bir neçə masaj məktəbini oxuyub, bitirib, əlhamdülillah, Allah bərəkət versin. Allah sənə bərəkət versin. Həm masaj, həm hicama burada xidmətləri göstərilir sizə. Eyni anda bir neçə nəfər gəlib, başqa həkim qardaşımız da buradadır, Turhan qardaş. Bunlar hicama xidməti göstərirlər. Gəlin müraciət edin, çox gözəldir. Özüm artıq 2-ci dəfədir buradayım. Yəni çox gələcəm. Buranı çox görəsiniz inşallah. Hər şey stil qaydada, bütün avadanlıqlar yüksək səviyyədə, təmizlik, xidmət, çay, bal, hər şey öz yerində. Sizlə sağollaşıram, Allah razı olsun. Bugünkü burada baş verənlərin video şəklində inşallah səhifəmdə çıxacaq. Allahın izinlə baxarsınız, faydalanarsınız, paylaşarsınız, bəyənərsiniz. Çıxdı cin sual verirlər. Bu sual deməli ən məşhur suallarda cin çıxdı. Bilirsiniz, bu elə bir prosedurdur ki, adətən bir seansa çıxmır. Olur, nadir hallarda kimdəsə Allah Taala istəyir ki, onda bir seansdan çıxsın. Hətta mənim səhifəmə girsəz, orada xaricdə yaşayan bir Azərbaycanlı onlayn seans vasitəsilə elə ilk seansdan əlhəmdülillah daxildə olan cin İslamı qəbul edir və bədəndən çıxır və biz bu görüntüləri mən yayınlamışam. İzləyə bilərsiniz. Həmçinin orada başqa bir video var. Gecə ilə çağırdılar, getdim. Demək olar ki 15 dəqiqə əlhəmdülillah məsələ bitdi. Lakin bunlar nadir olan bir şeylərdir. Yəni adətən müalicə proseduru, proses bir neçə seans keçir, müəyyən bir vaxt alır ki, inşallah tam olaraq cin bədəndən çıxsın və insan tam olaraq sağalsın. Təşəkkür edirəm hər birinizə. Allah razı olsun. Səhifəmi izləyin, abunə olun, takip edin. İnşallah bu axşam bugün maraqlı video çıxacaq ruqyalı su hazırlama haqqında. Ruqyalı suyu necə hazırlamaq lazımdır. Bu axşam inşallah video yayınlanacaq. İzləyərsiniz. Esselamu aleykum.